O zamanda din təhrif olunurdu. Din aradan getmək təhlükəsi ilə üz-üzə idi. Eyni zamanda dini təhrif edən Yezidə qarşı qiyam edən İmam Hüseyn əleyhissalam da təhrif olunurdu. Adın qoymuşlar ki, bir xəvariz Yezid lənətullaha qarşı qiyam edir. O zamanda xəvaric deyiləndə, yəni zamanənin ən ədalətsizi, zamanənin ən ədalətli olan şəxsinə qarşı qiyam edir. Yəni Yezid lənətullah ən ədalətli şəxsdir. İmam Hüseyn əleyhissalam da ən ədalətsiz şəxsdir ki, ona qarşı çıxıb. Belə adlandırmaqlarının səbəbi Yezid lənətullah istəyirdi ki, İmam Hüseyn əleyhissalamı aradan aparsın. Aradan aparmaqlıq tək qətlə yetirməklə deyildi. Yezid istəyirdi ki, İmam Hüseyn əleyhissalam və onun haqq qiyamını təhrif etməklə İmam Hüseyni aradan aparsın. Yezid lənətullah nəinki bu işi Kərbəla hadisəsindən sonra başlamışdı. Kərbəla hadisəsi hələ baş verməmişdən qabaq Yezid lənətullah İmam Hüseyni və onun haqq qiyamını təhrif etməyə başlamışdı. Bunun da baş tutmasının səbəbi Xavasın susqunluğu idi. Buna görə də Yezidin qoşununda olan təqvalılar əllərinə qılınc alıb gəlmişlər meydana ki, bir xəvaric var, ona qarşı mübarizə aparırıq və bu işi müqəddəs bilirdilər. İmam Hüseyn əleyhissalam Kərbəlaya gələndə ailəsini və övladlarını meydana gətirməyi elə belə yerə deyildi. Aşura gecəsində səhərə qədər ibadət etmək istəyirəm istəyini demək elə belə yerə deyildi. Aşura günündə o istinin altında döyüşü saxlayıb namaz qılmağı elə belə yerə deyildi. 6 aylıq Əli Əsqər ağanı meydana gətirib onun üçün su istəməyi elə belə yerə deyildi. Bunların hamısı təhriflərin qarşısını almaqdan ötürü idi. Bu hadisələri görən Yezidin qoşunundan bəziləri İmam Hüseynə qoşuldular.